Salam. Audit sahəsində dünya təcrübəsi göstərir ki, auditorun ən böyük kapitalı cəmiyyətin ona göstərdiyi etimaddır. Bu etimad isə yalnız bir əsas üzərində qurulur. Peşəkar mühasiblərin beynəlxalq etika məcəlləsinə riayət olunması. Bugünkü videoda etik prinsiplərin auditdə necə tətbiq olunmasını, onların hesabatlıq və şəffaflığının təmin edilməsində rolunu nəzərdən keçirəcəyik. Peşəkar mühasiblərin beynəlxalq etika məcəlləsinin məqsədi nədir? Beynəlxalq etika məcəlləsinin əsas məqsədi auditorların fəaliyyətində ictimai maraqların qorunmasını təmin etməkdir. Bu mənada etika məcəlləsi auditorlardan yalnız qanunlarla deyil, həm də yüksək etik davranış standartlarıyla əməl etməyi tələb edir. Auditor xidməti haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin tələblərinə riayət etməklə yanaşı, hər zaman müstəqil, obyektiv və vicdanlı olmalıdır. Məhz buna görə etik davranış auditin keyfiyyətinin ayrılmaz hissəsidir. Etika məcəlləsinin əsas prinsipləri hansılardır? Beynəlxalq etika məcəlləsi 5 fundamental prinsipi müəyyən edir. Birinci, dürüstlük. Bütün peşəkar və işgüzar münasibətlərdə səmimi, dürüst və həqiqətə uyğun davranma. Auditor məlumatları heç vaxt təhrif etməməlidir. İkinci, obyektivlik. Müstəqillik, qərəzlik, maraqlar toqquşması və ya başqa tərəflərin təsiri altına düşmədən peşəkar mühakimə yürütmək, şəxsi maraqlar peşəkar qərarlara təsir etməməlidir. Üçüncü, peşəkar səriştə və lazımi diqqət. Peşəkar bilik və bacarıqları müvəffiq səviyyədə saxlamaq, xidmət qanunvericilik və standartlarına dürüst uyğunluqla icra etmək, auditor biliklərini daim yeniləməli və işin beynəlxalq standartlara uyğun yerinə yetirilməlidir. Dördüncü, məxfilik. Auditor xidməti zamanı əldə edilən konfidensial məlumatları yetkisi olmayan kənar şəxslərə açıqlamamaq və öz şəxsi, üçüncü tərəflərin maraqları üçün istifadə etməmək. Beşinci, peşəkar davranış. Müvafiq hüquqi və normativ aktlara əməl etmək, peşənin nüfuzuna xəlal gətirə biləcək hər hansı fəaliyyətdən çəkinmək. Beynəlxalq müstəqillik standartları bu məcəllədə hansı rol oynayır? Beynəlxalq müstəqillik standartları auditorların qərar verməsinə təsir göstərə biləcək bütün riskləri minimuma endirməyə xidmət edir. Auditor yalnız obyektiv qərar verməməli, eyni zamanda cəmiyyətin tərəfindən də müstəqil və qərəzsiz şəxs kimi qəbul edilməlidir. Çünki müstəqilliyin pozulması auditə olan etimadı zəiflədir və ən ciddi etik pozuntulardan hesab olunur. Müstəqillik niyə bu qədər vacibdir? Auditor rəyinin etibarlılığı auditorun müstəqilliyindən asılıdır. Əgər auditorun maliyyə marağı, ailə münasibəti və ya rəhbərliklə yaxın əlaqəsi varsa, onun obyektivliyi təhlükə altına düşür. Belə hallarda auditor ya təhlükəni aradan qaldırmalı, ya da audit tapşırığını qəbul etməməlidir. Etik təhdidlər hansılardır? Etika məcəlləsi auditorun müstəqilliyini zəiflədən 5 əsas təhlükəni müəyyən edir. Məsələn, auditor audit etdiyi şirkətdə səhmdardırsa, bu şəxsi maraq təhlükəsidir. Əgər auditor əvvəl özü hazırladığı hesabatının auditini aparırsa, bu öz işini yoxlama təhlükəsidir. Müştərinin maraqlarını müdafiə etmək müdafiəçilik təhlükəsini yaradır, uzunmüddətli şəxsi münasibətlər yaxınlıq təhlükəsinə səbəb ola bilər. Rəhbərlik tərəfindən edilən təzyiqlər isə qorxutma təhlükəsi hesab olunur. Etik pozuntular auditin keyfiyyətinə necə təsir edir? Etik pozuntular auditin keyfiyyətinin birbaşa təsir göstərir. Auditor müstəqil olmadıqda riskləri düzgün qiymətləndirilmir, təqdim olunan sübutların obyektivliyi azalır və yanlış auditor rəyinin verilməsi riski artır. Bu təkcə bir təsərrüfat subyektinə deyil, bütün maliyyə bazarlarına mənfi təsir edir. Auditə olan etimad azaldıqca iqtisadi münasibətlərdə şəffaflıq da zəifləyir. Hesabatlılıq və şəffaflıq auditdə necə təmin olunur? Auditin əsas məqsədlərindən biri maliyyə hesabatlarının istifadəçilərində etimadı yaratmaqdır. Şəffaflıq düzgün açıqlamaların verilməsi ilə təmin olunur. Hesabatlıq isə rəhbərliyin maliyyə məlumatlarına görə məsuliyyət daşıması və auditorun bu məlumatları müstəqil qiymət verməsi ilə həyata keçirilir.
Etik davranış olmadan nə hesabatlılıq, nə də şəffaflıq təmin edilməsi mümkündür. Auditor etik problem ilə qarşılaşdıqda nə etməlidir? Bəzən auditor elə vəziyyətlərlə qarşılaşır ki, düzgün qərarı qəbul etmək hüququ biliklə yanaşı yüksək etik məsuliyyət də tələb edir. Məsələn, müştərinin təzyiqi, maraqların toqquşması, məxfiliyin qorunması və ya müstəqilliyə xələl gətirə biləcək hallar auditorun etik dilemma qarşısında qoya bilər. Belə vəziyyətlərdə auditor emosiyalara və ya şəxsi maraqlara deyil, peşəkar etika prinsiplərinə əsaslanaraq qərar verməlidir. Belə hallarda auditor əvvəlcə faktları qiymətləndirməli, etik təhlükələri müəyyən etməli, müvafiq qoruyucu tədbirləri tətbiq etməlidir. Zəruri olduqda rəhbərlik və müstəqil ekspertlə məsləhətləşməlidir. Əgər təhlükə aradan qaldırılmırsa, auditora qoyulan tapşırıqlardan imtina etməlidir. Praktiki nümunə. Təsəvvür edin ki, auditor yoxlaması başa çatmamış təşkilat rəhbərliyi auditora bahalı hədiyyə təqdim edir. Bu, auditorun müstəqilliyi və obyektivliyi ilə bağlı şübhə yarada bilər. Belə vəziyyətdə auditor hədiyyədən imtina etməli, peşə etikası prinsiplərinə və etik davranış qaydalarına uyğun hərəkət etməlidir. Auditorun qərarları yalnız peşəkar mülahizələrə əsaslanmalı, ictimaiyyət isə onun tam müstəqil və qərəzsiz fəaliyyət göstərdiyinə əmin olmalıdır. Belə halların qarşısının alınması, auditorların etik davranış qaydaları barədə maarifləndirilməsi, auditor xidmətlərinin keyfiyyətinin yüksədilməsi və peşəyə ictimai etimadın daha da gücləndirilməsi məqsədi ilə Auditor Palatası tərəfindən 2026-cı ildə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bunlara auditor xidməti ilə bağlı istifadəçilər və ictimaiyyət arasında keçirilmiş sosioloji sorğunun nəticələrinin təhlili, auditor yoxlamalarına dair sənədlərdə və qanunvericilik aktlarında edilmiş dəyişikliklərlə bağlı sahibkarlar üçün onlayn müzakirələrin və görüşlərin təşkili, auditorların peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təlimlərin və digər peşəkar inkişaf tədbirlərinin keçirilməsi, auditorların fəaliyyətinə, kənar keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin audit xidmətlərində istifadəsini stimullaşdırmaq məqsədi ilə dəstək və təşviq mexanizmlərinin hazırlanması daxildir. Təsadüfi deyil ki, 2026-cı il Auditorlar Palatası tərəfindən auditdə etika ili elan olunmuşdur. Auditorlar üçün əsas tövsiyələr. Auditorlar üçün əsas tövsiyələr bunlardır. Etika məcəlləsinin fundamental prinsiplərinə daim əməl edin. Müstəqilliyə təhlükələri vaxtında müəyyən edin. Maraqlar toqquşmasının hallarını sənədləşdirin və qiymətləndirin. Peşəkar biliklərinizi davamlı inkişaf etdirin. Audit sənədlərində qəbul edilmiş etik qərarları əsaslandırın. Şəffaflıq və ictimai maraqları bütün qərarlarda prioritet hesab edin. Etik prinsiplərə davamlı riayət edilməsi audit peşəsinin nüfuzunu artırır, investor etimadını gücləndirir, şəffaf iqtisadi mühit yaradır, beynəlxalq standartlara uyğunluğu təmin edir. Beynəlxalq etika məcəlləsi auditorun fəaliyyətini məhdudlaşdıran qaydalar toplusu deyil. Bu məcəllə auditor peşəsinin etibarlılığını, maliyyə hesabatlarının şəffaflığını və cəmiyyətin audit peşəsinə olan inamını qoruyan əsas mexanizmdir. Unutmayaq ki, yüksək keyfiyyətli audit yalnız peşəkar biliklə deyil, həm də yüksək etik davranışla mümkündür. Növbəti videoda görüşənədək izlədiyiniz üçün təşəkkür edirik.